Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Ağır Cinayətlər Məhkəməsinin qarşısında İnsan Hüquqları Müdafiə Xəttinin fəalı Rüfət Səfərovun məhkəmə prosesində keçirildi. Hakim Aygün Qurbanovanın sədrliyi ilə məhkəmə prosesində Rüfət Səfərova 8 il hökm oxundu. Salam Fikrət müəllim, siz məhkəmə prosesində iştirak edirsiniz. Bəli. Sizcə verilən qərar, hakimin qərarı düzgün idimi? Bilirsiniz, mən Rüfət Səfərovun son sözlə çıxış edəndə hakimin sifətinə çox yaxşı diqqət edirdim. Yəni, insan nə qədər əzab çəkər o Rüfətin son sözünü dinləyəndə və o çox gözəl bilirdi ki, bu günahsız insana mən sonda hökm oxuyacağam. Davam edici hökm oxuyacağam və sonda da 8 il azadlıqdan ümumi cəzaların toplanma şərti ilə 8 il azadlıqdan məhrum elədilər. Rüfətin heç bir cinayəti yoxdur. Rüfətin yeganə belə deyək, günahı onu insanların hüquqlarının müdafiəsi ilə bağlı ictimai fəaliyyətidir. Hakimiyyət də onu bağışlamır, görünür və bu formada onu cəzalandırır. Rüfət Səfərovla bağlı məsələ Azərbaycan cəmiyyətinin diqqətində olmalıdır. Çünki bilirsiniz, bizdə hüquq müdafiəçilərin Azərbaycan cəmiyyəti müdafiə eləməsə, onda heç kimin, hər hansı biri sadə vətəndaşın da hüquqları pozulanda hüquq müdafiəçiləri onu müdafiə edə bilməyəcəklər. Mən hesab edirəm ki, Rüfət Səfərovun həbsi siyasi məsələdir və məqsəd onu cəzalandırmaqdır, hakimiyyəti sərt tənqid edildiyinə görə. Diqqətinizə görə çox sağ olun. Salam Rəşənə xanım, gərgin bir proses keçdi. Gözəl də çıxışlar etdiniz. Çox sağ olun. Nə deyə bilərsiniz 8 il hökm? Əlbəttə ki, 8 il hökm, yəni ki, biz bu qərarı yəni ki, siyasi hesab edirik və Rüfət Səfərovun sırf hüquq müdafiə yəni ki, fəaliyyəti ilə əlaqələndirdik. Əlbəttə ki, biz bu hökmdən apellyasiya şikayəti verəcəyik ən qısa müddətdə. Rüfət Səfərov da bildiyiniz kimi son sözdə çox geniş formada çıxış elədi. Həmçinin də mən müdafiə nitqimdə hər iki epizod üzrə biz istintaq tərəfinin yəni mövqeyini və yəni qeyd etdiyi məsələləri ittihamı darmadağın etdik. Mən yəni müdafiə nitqində bunu geniş formada izah elədim. Hər iki epizod üzrə Rüfət Səfərov əlbəttə ki, özünü təqsirli hesab etmir. Bununla da bağlı, yəni siz də orada iştirak etdiniz, geniş formada biz çıxışlar etdik. Çox sağ olun. Salam Əlbəttə bəy, siz də məhkəmə prosesində iştirak etdiniz, 8 il hökm verildi. Bu barədə nə deyə bilərsiniz? Ölkədə təbii ki, repressiyaların davamıdır. Digər siyasi məhdudlar kimi Rüfət Səfərov da Azərbaycandakı hazırki yerə həbs olunub, heç bir günahı olmadan həbs olunub və ona bu günləri 8 il hakim həbs cəzası ciddi rejimli cəza çəkmə müəssisəsində cəzasını çəkmək şərti ilə həbs müəyyən elədi. Mən bu prosesin demək olar ki, əksəriyyətində, bu məhkəmə proseslərinin əksəriyyətində Rüfət Səfərova aid olan iştirak eləmişəm və o qədər faktlar üzə çıxıb ki, bütövlükdə onun biri Rüfət Səfərova tam məhkəmə zalından bəraət verilərək azad olunmasına əsas verir. Onlarla bunların adını çəkə bilərəm. Onlarla. Amma məsələ buradadır ki, üzr istəyirəm, məsələ buradadır ki, mən bu proseslərin heç birində Rüfət Səfərovu həqiqətən də təqsirləndirilə biləcək hər hansı bir fakta rast gəlmədim. 8 il həbs cəzasından başqa zəhra çəkmişin pulu da ödənməlidir. Buna nə deyə bilərsiniz? Məsələ buradadır ki, bunlar hamısı, o pul məsələsi də, o cinayət də, Rüfət Səfərov haqqında qaldırılmış cinayət də hamısı qondarmadır. Təsəvvür eləyin ki, indi pul məsələsinə toxunursunuz. Təsəvvür eləyin ki, bu adam bunlarla, bunun atası ilə, Rüfət Səfərovun atası ilə, Sabri müəllimlə
torpaq alver eləyib, alıb. Birincidə hətta dəxli olmayan adamların notarius vasitəsilə razılığını alıb. Amma ikincidə deyir ki, ikinci alış-verişdə güya ki, ikinci dəfə güya alış-veriş eləyir. Həmin alış-verişdə heç kəs də ümumiyyətlə, tamamilə deyir ki, bəs Rüfət Səfərova etibar elədim, ona 60.000 manat pul verir. Bu, necə deyim, sadəcə olaraq elə deyim ki, ümumiyyətlə bir təhqir kimi çıxmasın. Bu qədər şərəfsizlik, bu qədər vicdansızlıq olmaz və hakimin də bu məsələyə, hakimin ümumiyyətlə bu ittihamçının bu məsələyə bu qədər özləri bilə-bilə ki, Rüfət Səfərov şərrənib, sadəcə olaraq sifariş əsasında mühakimə olunur. Yenə də onların bir tükü də tərpənmədi. Heç araları, heç bir yerləri ağrımadı. Ayıbdır, ümumiyyətlə bu nətər deyim ki, o ağır çıxmasın. Ayıbdır. Bu rejimə bir heç olmasa bir az da olsa vicdan deyilən bir şey var axı. Bunun hardasa bir kitablarda heç olmasa oxuyublar, eşitiblər bu barədə. Ayıbdır bu məsələ. Allah qapısını açsın, Allah qapısını açsın. Təbii ki, Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Azərbaycanda normal cəmiyyət yarananda onların hamısı bəraət alacaq. Və o normal cəmiyyətdə inşallah yaranacaq. Təşəkkür Bu edirəm. hakimiyyət də yaranacaq. Sağ olun. Sağ ol. Təşəkkür edirəm. Sağ olun Əlövsət bəy. Dəyərli izləyicilər, bugünkü insan hüquqları müdafiə xəttinin fəalı Rüfət Səfərovun məhkəmə prosesi sona yetdi. Hakim Aygün Qurbanova 8 il Rüfət Səfərova hökm oxundu. Təşəkkür edirəm. Kanalımıza abunə olun, paylaşın.